Saçın tökülür qurtdandır, başın ağrıyır qurtdandır, gözün görmür. Bəlkə də onda da deyilir qurtdandır. Cahilcəsinə qurd xəstəliklərinə mübarizə bir cəryanı var Azərbaycanda. Uşaqlara qurd dərmanı yazanda çox ehtiyatla ən ziyansız dərmanı seçirəm. Əgər anal bölgəsində qaşıntı varsa, səhər yeməklərindən imtina, iştahsızlıq, ürək bulanma, qarında sancı şəkilli ağrılar. Ay bala, o uşaqda qurd var. Mütləq onu qurd yeyir. Bəlkə də 1000 manata yaxın xəstə pul verir torbalarla. Bu otu bugün iç, bunu 2 dəfə iç, bunu 3 dəfə iç. Əgər qurd varsa, əksəriyyət qurd cəmi bir tabletlə, bir dəfəlik, bir dəfə doza ilə sağalır. Hər birinizi xoş gördük dəyərli dostlar, dəyərli izləyicilər. Bugün çoxlarının deməyə utandığı, əslində çox geniş yayılmış bir problemdən, qurd xəstəliklərindən danışacağıq. Bu sahədə ümumiyyətlə yanlışlar çoxdur. Həm müalicəsində, həm dərman qəbulunda. İstədim ki, bu mövzuya bir aydınlıq gətirək, sizə maraqlandıran, elə məni də maraqlandıran suallara birlikdə müsahibəmizdə cavab tapaq. Bugün studiyamızın qonağı dəyərli həkimimiz, hər birinizin çox sevdiyi Nazlı xanım Qasımovadır, qastrentoloq, hepatoloq. Nazlı xanım öz dəyərli bilgiləri ilə bizi bugün maarifləndirəcək. Suallarınız varsa şərh bölümümüzə də yaza bilərsiniz. Əlavə suallarınız olarsa həkimin əlaqə nömrəsini qeyd edəcək, aşağıda görəcəksiniz. O nömrəyə də müraciət edə bilərsiniz. Nazlı xanım, necəsiniz? Sağ olun, çox sağ olun dəvətinizə görə və bu aktual mövzuya toxunduğunuza görə 2 dəfə sağ olun. Çünki çox maraqlı mövzudur, çox müraciət olur. Ən çox da bizi narahat edən yanlış diaqnozlar və yanlış müalicələr bu mövzuda daha çoxdur. Ona görə ətraflı danışaq, yanlış olan doğruları düzəldək. Qarında ağrı, qəbizlik və gecə yatarkən anus bölgəsində olan qaşıntı ümumiyyətlə bütün qurdlarda əlamət belədirmi? Mənə elə gəlir ki, bizim bu mövzuya ən çox baxan analar olacaq. Xüsusən də az yaşlı uşaqlar olan analar, məktəb yaşında olan, bağçaya gedən uşaqları olan analar daha çox baxacaqlar. Valideynləri çox maraqlandıracaq. Elə o mövzudan başlayaq. Anal bölgəsində qaşıntını bütün qurdlar vermir. Əsasən biz quyruq dediyimiz enterobioz, yəni kiçik qurdlardır bunlar. Bunlar anal bölgəsində qaşıntı verə bilirlər. Gecələr uşaq yatarkən anal bölgəsinə çıxaraq yumurta qoyurlar və beləliklə də o nahiyədə qaşıntı olur. Çox vaxt nəcis analizində də çıxmırlar. Saskop dediyimiz oradan yaxma kimi götürülür, mikroskop altında baxılır, bu zaman görülən qurdlardır. Əgər anal bölgəsində qaşıntı varsa, uşaqlara tünd rəngli alt geyimi geyindirməklə onları aydın görmək olur. Bəzən ora vazelin hətta sürtməklə də yapışırlar onlar. Valideynlər gözləri ilə də görə bilirlər. Bu zaman anal bölgəsində qaşıntı verə bilər. Amma digər qurdların elə qaşıntı vermək kimi bir xüsusiyyəti yoxdur. Çox nadir olsa da başqa qurdlar da verə bilir, ancaq əsasən enterobioz verir. Qıl qurd dediyimiz ən çox uşaqlarda olan, məktəb və bağça yaşında uşaqlarda müşahidə olunan qurdlardır bunlar. Bəzi qurd növləri var ki, ümumiyyətlə onlar illər boyu simptomsuz olaraq formalaşır. Həmin qurdlara istərdim ki, nümunə göstərək. Xəyla xanım, qurd xəstəlikləri ümumiyyətlə qurdlar çox vaxt simptomsuz gedir. Yəni heç bir əlamət vermir, orqanizmə çox ziyan vermirlər. Lakin əgər gedərsə də, xüsusən də uşaqlarda səhər yeməklərindən imtina, iştahsızlıq, ürək bulanma, qarında sancı şəkilli ağrılar, narahat yuxu sindromu, yəni uşaq narahat yatır, öz kravatında fırlanır, yəni gecə sancıları, bayaq dediyimiz anal nahiyəsində qaşınma, diş qıcaması, yastığa suyun axması kimi əlamətlərlə özünü göstərir. Məni narahat edən odur ki, bax bu əlamətləri kimdə görürlərsə, xüsusən də əgər uşağın biraz çəkisi azdırsa, zəif uşaqdırsa, bu zaman analar, nənələr, xüsusən də nələr, babalar narahat olur. Ay bala, o uşaqda qurd var. Mütləq onu qurd yeyir. Qoymur ki, uşaq inkişaf eləsin. Mütləq onu həkimə aparın, qurd müalicəsi eləyin və bəzən analar da hətta bununla qürur duyurlar ki, mən uşağımı ildə 2-3 dəfə qurd dərmanlarından profilaktika eləyirəm, profilaktik müalicə verirəm. Çox yanlışdır. Çünki
qurd xəstəliklərini təyinat eləməkdən ötəri həqiqətən də bu yuxarıdakı əlamətlər qurda mı bağlıdır? Diaqnostika qoymaqdan ötəri nəcis analizi vermək lazımdır. Tutaq ki, bir dəfə verdik nəcis analizi çıxmadı. Bir həftədən sonra yenə vermək lazımdır. Sonra 2 həftədən sonra yenə 3 dəfə bir həftə aralıqlarla təkrarlanmalıdır. Əgər hər hansı bir bu analizlərin birində qurd aşkarlanarsa, qurd yumurtası tapılarsa, enterobiyoz ola bilər, askaridoz ola bilər, nə bilim, tükbaş qurd və s. digər qurd növləri. Bu zaman müalicə verilməlidir. Əgər aparılmırsa, bu əlamətləri verən altdakı yatan xəstəliyi mütləq tapmaq lazımdır. Qurd deyib bundan yapışmayaq. Bir də ən çox da insanları belə bu yola yönəldən də xüsusən belə o parazitoloq deyə bir ixtisas var. Yəni belə bir ixtisas yoxdur ümumiyyətlə. Qurd xəstəliklərindən məşğul olan bir ixtisas yoxdur. Yəni qurd xəstəliklərindən terapevt məşğul ola bilər, pediatrlar məşğul ola bilər, qastrentoloqlar məşğul ola bilərlər, infeksionistlər də məşğul ola bilərlər. Yəni xüsusi bir qurd xəstəlikləri deyilən, qurd həkimi deyilən bir həkim yoxdur. Belə bir həkimlər var ki, uşağın böyüyü, nə bilim, saçın tökülür qurddandır, başın ağrıyır qurddandır, gözün görmür. Bəlkə də onda da deyirlər qurddandır. İştahı yoxdur, 100% qurddandır. Dişini uşaq qıcıyırsa mütləq qurdu var. Və çox təəssüflər olsun ki, bunu da qanda yoxlayırlar. Çox yanlış olaraq. Buna toxunmaq istəyirəm. Xüsusən də gəlir, bir də görsə analizlər gətirir. Bəlkə də nə bilim bir neçə 100 manat analizə pul veriblər və burada görürsən ki, həmin o qurdların, tutaq ki, askarida, ləmbiləni də qurd kimi qəbul edirlər. Bu barədə mütləq danışarıq. Bir hüceyrəli orqanizmdə ləmbilədir. Bunu G formasını yoxlayırlar. Əziz izləyicilər, bildirmək istəyirəm, G forması keçmiş bir infeksiyanı göstərir. Yəni keçmişdə olan bir şeyi göstərir. Yəni əgər bu gün nəsə axtarırıqsa, biz M formasını yoxlamalıyıq. İmmunoqlobulin M formasını yoxlamalıyıq. G formasını yoxlayırlar və səndə qurd var deyib həftələrlə müalicə verirlər. Birdən necə müalicə verirlər? Adı bilinməyən, mənşəyi bilinməyən, üstündə heç bir yazısı olmayan otlarla. Neçə 100 manat, bəlkə də 1000 manata yaxın xəstə pul verir torbalarla. Bu otu bugün iç, bunu 2 dəfə iç, bunu 3 dəfə iç. Xəstəyə soruşuram, deyirəm, bu otu sənə verdilər və soruşmadımı ki, bunun adı nədir, familiyası nədir, dozası nədir, bunun üstündə heç nə yoxdur. Mən nə bilim, siz mənə nə ot vermişsiniz, heç olmasa bunu tələb eləyin. Bax, bu qədər cahilcəsinə qurd xəstəliklərinə mübarizə bir cəryanı var Azərbaycanda. Mənim çox acığım gəlir. Niyə acığım gəlir? Çünki həmin xəstələr bizə sarılıqla, qaraciyər yetməzliyi ilə, toksik hepatitlə müraciət edirlər. Mənim elə bir xəstəm olub, aylarla qurd müalicə eləyib və bir gün qaraciyər yetməzliyi ilə artıq bizə müraciət eləyib. Və elə həmin qaraciyərində problem olanda həmin o otla müalicə edən həkim deyib ki, indi də get qaraciyər həkiminin yanına, burada qaraciyər problemi var. Amma halbuki qaraciyər problemi yox idi. Həmin o qurdlar üçün istifadə olunan otlar bunu, bax o qaraciyəri o günə qoydu. Ona görə əgər qurd varsa, əksəriyyət qurd cəmi bir tabletlə, bir dəfəlik, bir dəfə doza ilə sağalır. Yəni uzun həftələr belə müalicə lazım gəlmir. Düzdür, bəzi qurdlar var ki, buna ola bilər uzun müddətli müalicələr verərək. Məsələn, daha ciddi böyüklərdə exnokok dediyimiz, məsələn, qaraciyərdə yaşayan qurddur. Əgər aktivdirsə, çoxalırsa, bu zaman müalicə veririk. Bu daha ciddi bir diaqnozdur. Lakin çox təəssüflər olsun ki, uşaqlarda adi bu şikayətlər olan kimi o saat qurd dərmanları təyin olur. Məsələn, bruksizm diş qıcamasıdır. Uşaqlarda stressə bağlı ola bilər. Məktəb yaşlı uşaqlarda, nə bilim, imtahan qabağı, imtahan stresi. İndiki uşaqlar bütün günü telefonda o bəzi oyunlarla o qədər stres alırlar. Bunların hamısında əksəriyyətində bruksizm olur. Yəni stresə bağlı olur. Amma bunu da qurdla əlaqələndirirlər. O saat qurd dərmanları təyin olunur və bu da çox ciddi fəsadlara yol açır. Bir də bayaq dediyim o öddə qurd məsələsi. Bir də görsən ana həyəcanla gəldi. Ay doktor, mənim uşağıma uzi baxdı, həkim baxdı. Dedi ki, sənin öddə qurdu var. Bunu mütləq ləmbələsini yoxlat ki, öd qatılaşıb, öd bulanıqdır. Bax, burada mütləq qurd çıxacaq. Ay Allah, gülürəm belə baxıram. Deyirəm ki, əzizim, birinci ləmbələ qurd deyil. Əziz izləyicilər, ləmbələ qurd deyil. 3 nöqtə, qurd deyil ləmbələ. Ləmbələ bir hüceyrəli orqanizmdir və gözlə görülə bilməz. Yəni heç bir uzi həkimi dahi olsa belə onu görə bilməz. Üçüncü olaraq da onu deyim ki, ümumiyyətlə öddə yaşamır. Məsələn, ləmbələ
nazik bağırsaqda yaşayır. Çox vaxtı əlamət vermir. Çiklənmiş sudan keçir, çiklənmiş qidadan keçir insana. Çox vaxtı heç bir əlamət vermir. Verəndə də hansı əlamətlər verə bilər? Məsələn, qarın nahiyəsində sancı, ürək bulanma, qusma, köpüklü nəciz və yaxud da ishalla nəcisin qəbizliyin növbələşməsi, qəbizlik kimi şikayətlər verə bilər. Bu zaman əgər doğrudan da nəcis analizində də ləmbulyoz aşkarlanarsa, bunun çox qısa müalicəsi var. 1 həftə 10 gün bir dənə tabletka yazırıq, bununla da çıxıb gedir. Böyütmürük, heç belə vecimizə də almırıq. Mən sizi inandırım ki, Xəyalə xanım, iddialıyam ki, qurd dərmanları bu qədər Azərbaycanda istifadə olunan qədər heç harda istifadə olunmur. Yəni tam səmimi deyirəm. Yəni ona görə hətta mən uşaqlara qurd dərmanı yazanda çox ehtiyatla ən ziyansız dərmanı seçirəm. Hansı ki, öz övladıma da verirəm ki, qaraciyərə toksik təsir eləməsin. Aman bir gündür, ən qısa dozada kilosuna görə çox ehtiyatla hesablayaraqdan, çünki biz uşaqlarla çox məşğul olmadığımıza görə, amma uşaqlar təbii ki, bizə müraciət edəndə müalicə yazırıq və ehtiyatla o müalicəni verirəm ki, amandır, qaraciyərinə toxunmayaq, qaraciyərinə toksik təsir etməyək. Çünki mən qaraciyər həkimi olduğum üçün də bu məni çox maraqlandırır. Və həmçinin də fərqindəyəm axı ki, bu qurd xəstəlikləri, bəzi qurdlar var ki, orqanizmdə yaşayır da, çıxıb da gedir də, heç bir iz də buraxmır, heç bir belə deyim də xəstəlik də yaratmır. Bir də bir tendensiya var. Əgər evdə bir adamda qurd varsa, başlayırlar bütün ev əhalisinə, nənədən babaya, hamıya qurd dərmanı verirlər. O qədər yanlışdır ki, məsələn, eyni yataqda yatan, bir-birindən oynayan uşaqlarda ola bilər. Çünki yataqda yumurtası ola bilər, uşaq orada oynayır, təmas olur, əlinlə vurur, ağzına aparır. Bir də, məsələn, pampers yaşlı uşaqlara da qurd dərmanı verirlər, yoluxma deyirlər. Mən bunu qəbul eləmirəm. Hələ uşaq əlini popasına atmır, dırnaqlarına heç nə yoluxmur. Bu ağızdan fekal oral yolla keçən bir orqanizmlərdə də bunlar belə yoluxuruq biz. Ən çox məktəb yaşlarında, bağça yaşlarında əlini popasına atır uşaq, sonra ağzına ata bilər və beləliklə də təkrar yoluxma ola bilər. Ona görə gigiyenik qaydalara ciddi əməl olunmalıdır. At paltarları ütülənməlidir. Yataq müalicə vaxtında hər gün dəyişilməlidir ki, yataq da təmiz olsun ki, ütülənsin, yataq dəstləri ki, yenidən yoluxma olmasın. Yəni qurd xəstəliklərini bu boyda böyütmək kimlərə xeyir eləyir bilmirəm. Məncə o sırf o qurdla məşğul olan həkimləri qurd həkimlərinə xeyir eləyir. Doğrudan da, yəni hər bir şikayətini onunla bağlayırlar. Məsələn, qan azlığı varsa, qurdu var, yəni ona görə var. Amma halbuki bəlkə də qan azlığının altında çox ciddi xəstəliklər yatır. Niyə uşaqda dəmir defisiti var, niyə ferritin var? Bununla məşğul olmaq lazımdır ki, nəyə görədir bu? Bəlkə çölyak xəstəliyi var uşaqda, dəmir ona görə sorulmur. Və yaxud da ki, uşaqda digər bir hematolojik bir səbəb var, ona görə uzun müddətdir dəmiri aşağıdır. Yəni, tam mənalı, tam təşəkküllü müayinələrdən sonra bu qərara gəlmək olar ki, hə, qurd xəstəliyi var, buna müalicə verilməlidir. Bunu o qədər sadələşdirmək və hər 3 aydan bir, nə bilim, hər şikayətində qurd dərmanı vermək həqiqətən cinayətdir. Həqiqətən. Çünki qaraciyərə çox toksik təsir eləyir. Onda gəlin onu izah eləyək izləyicilərimizə. Uzun müddət dediyiniz kimi də 3 aydan bir, 4 aydan bir qurd dərmanı vermək uşağa, hətta böyüyün qurd dərmanı qəbul eləməsi uzun müddət, onda qaraciyərdə hansı fəsadlar formalaşdırır? Bəli, siz inanırsınız, bizim o qaraciyər analizləri var da, ALT, AST, VGT gəlir kəllə çarxda, nə bilim, minlərlə, 2000lərlə. Mənim bir heç yadımdan çıxmaz, Tibb Universitetinin tələbəsi, stomatoloq idi özü. Məşhur olan bir formuladır, qurd dərmanıdır. Bunu bir həftə içməklə o çox güclü toksik qaraciyərə təsir eləmir və qaraciyər yetməzliyini artıq gedirdi. Yəni inanın ki, yetməzliyə belə səbəb ola bilər. Yəni yetməzlik belə qaraciyər transplantasiyasına gedə bilər. Yəni o qədər önəmlidir. Həmçinin çox yaxınımdır bir xəstəmiz də bizim toksik hepatit qurd dərmanından. O da özü də dedi ki, profilaktik məqsədlə fikirləşdim ki, həm özüm, həm uşaqlara verim. Çox şükürlər olsun ki, uşaqlarda fəsad vermədi, amma özündə qaraciyər yetməzliyinə kimi aparırdı. Biz onun həyatını zorla qurtardıq. Yəni adi bir tablet. Hələm o ot dərmanlarından heç danışmıram. Yəni ki, hansı ki, həftələrlə, aylarla bu dərmanı içirlər. Onu da içə bilmirlər. Çünki dadı çox acıdır. Vallahi heç bir mədə bağırsağı pozur. Öyyə, ürək bulanma ilə bunu içirlər həftələrlə. Gəlir xəstə ki, Nazlı xanım, mən
5 aydır qurt müalicəsi edirəm, amma mənim şikayətlərim keçmir. Dedim, sənin şikayətin nədir ki? İshal şikayətidir, su kimi nəcisdir və iştahsızlıqdır, çəki verirəm, qan azlığıdır. Ay balam, altında yoxlayanda ayrı xəstəlik çıxdı və xəstəliyi müalicə elədik. Xəstənin bütün şikayətləri gedib. Heç 1 aylıq müalicəmizlə ishal da kəsib, xəstənin çəkisi də özünə gəlib, xəstə xoşbəxtdir. Bəs nə oldu? Hara getdi o qurtlar? Hanı o qurtlar? Hansı ki 5-6 ay sən müalicə edib qurtara bilmirsən? Hansı ki xəstə doğrudan da borc alır, xərc alır, nə bilim, kreditə girir, o pulu əldə edir və gedir o adsız otlara verir. Yəni bunun qarşısı alınmalıdır. Amma bilmirəm bunun qarşısı necə alına bilər. Məncə o insanların, o həkimlərin özünə bir vicdan gəlməlidir ki, artıq bu müalicələr dayandırılmalıdır. Çünki bir gün onun öz yaxını da belə bir vəziyyətə düşə bilər. Yəni sözün əsl mənasında o adı bilinməyən, mənşəyi bilinməyən, amma insanlarımız da göz açıq olmalıdır. Sənə verilən hər hansı bir otu, vallah mənə ən yaxınım da belə bir ot versə, mən onu dəmləyib içmərəm. Soruşaram ki, bu nə idi mənə verdiyin? Xeyr ola. Bu nə otdur? Doğrudan da tanımadığımız bir hər gün kəklik otu çayını sevirəm. Onu arada dadlandırmaq üçün tökürəm. Hə, onu tanıyıram. Amma çox otları biz tanımırıq axı. Yəni bu adı bilinməyən, mənşəyi bilməyən otlar, bir də dozası. Hər bir otlar da bir dərmandır. Çünki bunların dərmanların elə hazırlanmasında nələrdən istifadə olunur? Bitkilərdən istifadə olunur. Lakin dərmanlarda onun dozası dəqiqdir. Hesablanıb artıq qabaqcadan müəyyənləşdirilmiş dozada qəbul edir. Amma otlarda biz onu bilmədən çoxlu miqdarda qəbul edirik. Məsələn, bayaqları video danışdıq, solma çiçəyindən danışdıq. Nə qədər solma çiçəyi, ödümü yuyuram, qaraciyərimi təmizləyirəm. Axırda deyirəm ki, əziz millətim, qaraciyəri təmizləməkdən ötəri heç nə eləməyin. Heç nə içməyin, çox xahiş edirik. Sadəcə biraz az yesəz, hər gün yarım saat hərəkət eləsəz, qaraciyər deyir ki, çox sağ ol. Yəni sözün əsl mənasında çəki vermək və hərəkət eləmək qaraciyər üçün ən böyük hədiyyədir. Yəni 120 kilodur və bütün günü xəngəl, xəmir xörəkləri, pirajkilər, qutaqlar, tortlar, üstündən də qaraciyər təmizləməkdən ötəri solma çiçək içir. Bu nəyə lazımdır ki? Yəni sən onsuz da artıq çəkinlə qaraciyəri məhv eləmisən. Sən onsuz da yediyin o pirajkilərlə qaraciyəri məhv eləmisən. Onun üstündən solma çiçək içsən nə olacaq? İçməsən nə olacaq? Amma ən azından içməsinlər. Çünki içəndə qaraciyəri toksik təsir edir, qaraciyəri dağıdırlar. Həqiqətən mənim elə xəstəm olub ki, biz onu xəstəxanaya reanimasiyaya çatdırdıq. BBC-nin tövsiyəsindən həftələrlə bibi dəli olmuşdu ki, ay Allah, uşağa bir şey olsa nə olacaq? Yəni mən günahkar olacağam. Çünki indi çox istəyərəkdən bibi əlbəttə ki, qardaş balasını çox istəyər ki, bəs sənin ödün qatılaşıb, daş olacaq. Mən bunu içmişəm. Ödümdə daş, palçıq var idi, qatılıq var idi, getdi. Və içməklə, bir həftə içməklə qız reanimasiyada yatdı. Onu zar-zor onu qutardıq. Yəni sürətli qaraciyər yetməzliyinə aparmışdı. Bilirubinlər kəlləçarx idi. Ot çayıyla da. Bəli, solma çiçək içməklə bir həftə bilirubinlər artıq 20 dəfələrlə yüksəlmişdi. Sap-sarı limon kimi gəlmişdi xəstə. Bir tək solma çiçəklə. Ona görə əllərinə gələni, tanımadıqlarını, bilmədiklərini içməsinlər, xahiş edirəm. Mütləq düz deyil, yenə deyirəm, Türkiyə çarələr yaxşı şeydir. Biz də faydalı qidalardan danışırıq. Mütləq nə bilim, bu gün kətan toxumunun faydasından danışdıq, zəncəfildən danışmışıq, zəfərandan danışmışıq. Bunların hamısı faydalıdır. Amma hər zaman nə edirik? Dozanı vurğulayırıq ki, bax xahiş edirik ki, bu dozanı keçməyin. Çünki keçərsinizsə daha da zərər vura bilər. Nizaminin o kəlamı ki, bir inci saflığı varsa da suda artıq içiləndə dərd verir o da. Yəni hər şey qaydasında, normasında lazımdır. Bir də adını bilmədiyiniz, sizə təklif olunan, çox təəssüflər olsun ki, özlərini həkim adlandıran insanlar tərəfindən təklif olunan otları heç içməsinlər, heç almasınlar. Nə bilirsən nə otudur, onu həftələrdən içirsən. Qurtlar qorxulu xəstəliklər deyil, çox vaxtda heç bir əlamət vermir. Əgər əlamət verirsə də, cəmi bir tabletlə, bir dəfəyə biz bu qurtları müalicə edirik. Uzun-uzadı, aylarla, illərlə müalicələri gərəkmir. Hətta heç bir ay belə yox, bir həftə belə yox. Bir tablet, bir tək doz sizi qurt xəstəliklərindən qurtara bilər. Ona görə lazımsız müalicələrə getməsinlər, çox xahiş edirəm. Əslində bu mövzu ilə bağlı suallarımız çoxdur. İzləyicilərimiz üçün də yəqin ki, maraqlı mövzular, suallar olacaq. Xəlilə xanım, vaxtımız azdır, heç olmaz. Onlar sual verirlər, biz o sualları ayrıca bir müsahibə yenə çəkərik. Problem deyil.
Tamam. Onda qısa bir ilk qaranlıq qalan hissələr var, sizə onu aydınlıq gətirək. Allergiya, səpki məsələləri ümumiyyətlə bu qurdla bağlıdırmı? Hə, çox vaxtı allergiyası olanlar da deyir ki, doktor deyirlər ki, allergiya qurdlar yaradır allergiyanı. Yox, qurdlar allergiya yaratmaz, amma allergik xəstəliklərdə bir tətikləyici bir ola bilər. Yəni qurd xəstəliklərinin fonunda allergiya daha bir bəlirgin ola bilər, amma heç vaxt qurdlar allergiya yaradır. Məsələn, mənim allergik rinitim var. Bu qurdla əlaqələndirə bilmərəm axı. Yəni belə bir şey yoxdur. Ona görə yenə deyirəm, o da elə hər şeyi qurdla bağlamağı xoşlayan insanların verdiyi tövsiyələrdir ki, maarifləndirmədir ki, bu gün insanlar hər şeyi qurdla bağlaya bilirlər. Yəni qətiyyən allergiya varsa, allergoloqa müraciət eləsinlər, allergik testlər verilsin, nəyə də allergiya bu səbəbi bilinsin. Bəli, qurd xəstəliklərinin fonunda allergiya özünü daha da bir bəlirgin göstərə bilər. Məsələn, dəri səpkiləri də verir qurdlar. Amma bu doğrudan da təsdiq olmalıdır ki, hə, bu qurd xəstəliyi verdi dəri səpkini, yoxsa allergiya. Ona görə birinci allergoloqun yanında olurlar. İnkar edəndən sonra digər həkim mütəxəssisə müraciət eləsinlər. Bir də son olaraq istəyirəm ki, izləyicilərimizə maraqlıdır bu. Əgər qurd olduğunu şübhələnirsənsə, əgər səndə qurd varsa, bunu necə eləməliyik? Hansı analizlərdən keçməliyik? Qurd olduğunu şübhələnirsənsə, yoxlamaq istəyirsən ki, görün mənim qurdum yoxdur ki, bir də görsən cavan oğlanlar gəlir, çox arıq çəkilir və yaxud da qızlar kökəlmək istəyənlər, doktor elə hamı deyir ki, mənim qurdum var, ona görə mən kökəlmirəm. Deyirəm ki, hə, bu çox asandır. Nəcis analizi verəcəksiniz. Vəssalam, nəcis analizi. 3 dəfə nəcis analizi. Yoxdursa yoxdur, səbəbi ayrı yerdə tapaq. Vallah bizim elə xəstələrimiz qəşəng kilo alıblar ki, 5 kilo, 10 kilo olan xəstələrimiz var ki, illərlə qurda görə müalicə aparırlar, amma sonra gördük ki, altda yatan məhz qurd deyil. Stressə mi bağlıdır, hər hansı bir tutaq ki, xronik xəstəliyə mi bağlıdır, çölyaka mı bağlıdır, İBS-ə mi bağlıdır, bunu tapıb müalicə eləmək lazımdır. Yəni çəki azlığı bəzən də genetik olur. Yəni doğru, düzgün diaqnoz qoyub və o diaqnozu ortadan qaldırmaqdan ötəri müalicə tədbirləri həyata keçirmək lazımdır. Hər şeyi qurdla bağlamayaq. Vaxtımız azdan azlı xanımın çəkilişi var. Mənə elə gəlir ki, çox maraqlı olacaq. İnsanlar üçün çox suallar gələcək bu videomuzun altından. Biz bunun suallara görə də bir dəfə də biz müsahibə eləyərik inşallah. Çox sağ olun dəvətiniz üçün. Edirəm. Siz sağ olun. Dəyərli izləyicilərimizə bildirirəm ki, qonağımız gastroenteroloq, hepatoloq Nazlı xanım Qasımovadır. Suallarınız yaranarsa əlaqə nömrəsini videomuzun üzərində qeyd elədim. Yenə də şərh bölümümüz açıqdır. Bu müsahibəmizin ikinci hissəsi olacaq. İkinci hissəsində sizi maraqlandıran suallara müsahibəmizdə cavab tapacaqsınız. Özünüzə yaxşı baxın, sağlam qalın, görüşərik. Sağ olun. Sağ olun.